Salam pulgirlər. Bugünkü mövzumuz pulun iqtisadiyyatda funksiyalarıdır. Belə ki, pul özündə bir neçə əsas funksiyanı yerinə yetirir. Bunlardan ən başlıcası mübadilə vasitəsidir. Belə ki, əvvəllər insanlar mal və xidmətləri bir-biri ilə barter şəklində dəyişirdilər və bu da özündə bir neçə əsas problemi yaradırdı. Belə ki, mal və xidmətlərin real dəyərini anlamaq çətin idi. İkinci ən böyük məsələlərdən biri malların bəzən tam bölünə bilmirdi. Buna misal olaraq malqaranı göstərə bilərik ki, bir neçə hissəyə bölmək olmur. Üçüncü ən böyük problemlərdən biri də o idi ki, insanlar qarşılıqlı şəkildə bir-birinin istədikləri mal və ya xidmətə sahib olmalı idi və bu da özündə böyük çətinliklər yaratdığından getdikcə mübadilə vasitəsi kimi mal və xidmətlərin dəyişdirilməsinə puldan geniş istifadə olunmağa başladı. Buna misal olaraq da göstərə bilərik ki, əvvəllər alma satan fermerin çörəyə ehtiyacı var idisə, o birinci çörəkçini tapmalı, ona almaların lazım olub olmadığını öyrənməli və ondan sonra qarşılıqlı barter şəklində dəyişməli idilər. Amma bu pul yaranandan sonra bu problem öz həll yolunu tapdı. Dostlar, demək pulun ikinci əsas funksiyası hesab vahidi funksiyasıdır. Belə ki, pul mal və xidmətlər arasında real ölçü vahidi kimi istifadə olunur və bu da iqtisadiyyatın işləmə prinsipini asanlaşdırır. Hesab vahidi kimi pulun bəzi üstünlükləri var. Pul mal və xidmətlər arasındakı qiymətləndirməni müəyyən edir, müxtəlif məhsullar arasındakı dəyər nisbətini formalaşdırır və eləcə də mühasibat uçotu və iqtisadi analiz üçün əsas yaradır. Məsələn, bunu biz belə göstərə bilərik ki, 20.000 manatlıq avtomobillə 1000 manatlıq telefon arasındakı fərq avtomobilin telefondan 20 dəfə daha bahalı olduğunu göstərir və bu da özündə pulun necə vacib bir amil olduğunu sübut edir. Belə ki, əgər barter sistemi mövcud olsaydı, bu məhsulların real dəyərini müəyyənləşdirmək və nisbət çəkmək çox çətin olardı. Demək, pulun üçüncü əsas funksiyası dəyər ölçüsü funksiyasıdır. Belə ki, pul mal və xidmətlərin dəyərinin ölçülməsində vahid zəmin yaradır. İnsanlar mal və xidmətlərin dəyərini pul ilə ifadə edərək onların real bazardakı qiymətini anlaya bilirlər. Bu həmçinin uzun müddətli müqavilələr və investisiyalarda da əsas zəmin yaradır. İnsanlar, işçi və işəgötürən arasındakı əmək müqaviləsi buna bir sübutdur. Hansı ki, işəgötürən işçinin əməyinə müvafiq olaraq onu pul ilə mükafatlandırır. Pulun dördüncü funksiyası ödəniş vasitəsi funksiyasıdır ki, bu müasir iqtisadiyyatda daha çox istifadə olunur. Buna misal olaraq biz götürsək, pul borcların və öhdəliklərin qaytarılmasında əsas vasitədir. Məsələn, vergi və borc ödənişlərinin qaytarılmasında, eləcə də elektron hökumət portallarında, elektron ödəniş sistemlərində və həmçinin kreditorlarda kreditlərin qaytarılması zamanı puldan ödəniş vasitəsi kimi istifadə olunur. Digər bir misal olaraq və hər hansı bir şəxs avtomobil və ya ipoteka borcu varsa, onu borcu məsələn 500 manatdırsa, o 500 manatı pul şəklində rahat ödəyə bilir. Amma əgər pul olmasaydı, o 500 manat civarında hansısa mal və xidməti təmin etməli olacaqdı ki, bu da özlüyündə böyük bir çətinlik yaradırdı. Hə dostlar, gəldik çıxdı sonuncu yığım vasitəsi funksiyasına. Pul heç də həmişə xərcləmək üçün deyil də, həmçinin gələcəkdə səmərəli şəkildə istifadə etmək üçün saxlanılır. Pulun yığım vasitəsi kimi bir neçə xüsusiyyəti var ki, pulu daha rahat saxlamaq və bir yerdən başqa yerə daşımaq digərlərinə, yəni qızıla və daşınmaz əmlaka nisbətən daha rahatdır. Eyni zamanda pulun likvidliyi daha yuxarıdır. Likvidli isə o deməkdir ki, pul istənilən vaxt xərclənə bilər. Həmçinin insanlar pulu gələcək ehtiyacları üçün də saxlayırlar. Yəni belə desək, yastıq altında saxlayırlar. Amma heç də həmişə bu uğurlu olmur. Çünki yüksək inflyasiya dövrlərində pulun alıcılıq qabiliyyəti get-gedə dəyərdən düşür. Buna bir real nümunə olaraq biz göstərə bilərik ki, əvvəllər çörək 30 qəpik idisə, yəni 1 manata 3 dənə çörək ala bilirdinsə, indi çörəyin qiyməti 50-55 qəpikdir. Yəni 1 manata maksimum 2 dənə çörək düşür. Amma bizim manatımız, yəni qiymət olaraq eyni qalıb, amma ona ala biləcəyimiz çörək miqdarı getdikcə aşağı düşür. Bu da yəni ona səbəb olur ki, insanlar getdikcə daha çox investisiyalara etməyə məcburdurlar. İnvestisiyalar da ondan ibarətdir ki, qızıl, daşınmaz əmlak, kripto və sair digər məsələlər. Dostlar, bizi izləmədə qalın, gələn görüşlərə dək.